bizə. Aha. Xəritədə işarələnmiş dövlətin qeyd edilmiş dövrləri. Aha, yenə Bizans, baxaq. İspaniya və İtaliyada ərazilər işğal etməsi. Olsun. Justinian. Var bu. Avropa Hun dövləti 6-cı əsrdə gəzmir axı. Bu yoxa çıxıb gedibdir. Beyni tullayaq. Sasanilə müharibə olsun. Justinian var. Bir Asiya. Ərəb xilafətlə müharibə 9-cu əsrdə. Ərəb-Bizans müharibəsi 9-cu əsrdə varmı? Var. Sübut deyir ki, Ərəb xəlifəsi Mötəsim Bizansla müharibəni saxlayır Hə, və Babəkə bütün qarşı gücünü gedir. Babəkə qarşı yönəldir. Yəqin ki, onu nəzərdə tutub. Dini hakimiyyətin pravoslav kilsəsinin əlində olması. Bu həmişə belə olubdu da, yəni Bizansda bu həmişə belə olubdu. Hı -hı. Amma indi bir məsələ var. B qalsın bir dənə. Ticarət yollarının ərazisindən keçməsi. Hə, ticarət yolları həmişə keçibdir. Onda 1 AS, 2 AS. Variant C-ni veriblər müəllimlər. Bəli. Aha. Dini hakimiyyəti pravoslav kilsəsini bilsən niyə nəzərdə tutublar? Çünki pravoslav kilsəsi rəsmən 1054-də olur. Ona görə. Hı. Bu da 9-cu əsr verib ona görə. Sonra Hı.